Əziz seyircilər və oxucular, Rəsul Quliyevlə aldığımız bu müsahibənin davamını yeni rubrikada izləyə bilərsiniz. Azpolitika.com saytı olaraq oxucuların diqqətini nəzərə alıb yeni bir rubrika açırıq. 30 dəqiqə Rəsul Quliyevlə baş-başa adını daşıyan bu rubrika həftənin hər bazar günü hüzurunuza gələcək, ölkədə və dünyada baş verən hadisələrə eks-spikerin mövqeyi ilə sizi tanış edəcək. Onun hakimiyyətə gələcəyi təqdirdə aparacağı siyasətin konturlarını da bu rubrikada şəxsən öz dilindən eşidə biləcəksiniz. Bizi mütləq təqib edin. Unutmayın, hər həftənin bazar günü azpolitika.com-da sizə söyləyəcəklərimiz olacaq. Bugünkü müxalifət liderləri və onların təbliğat vasitələri öz tərəfdarlarını müxtəlif versiyalarla inandırmağa çalışırlar. Yəni, öz əllərində saxlamaq istəyirlər. Deyirlər ki, güya hakimiyyət daxili parçalanmalar var və bu argumentə görə hakimiyyət daxilində Naxçıvan Ermənistan klanı və ona qarşı hakim ailə deyilən bir başqa zümrə mövcuddur. Və bunlar arasında nüfuz uğrunda mübarizə gedir. Hətta sizi də həmin qüvvələr tərəfindən dəstəklənə biləcəyiniz haqqında məlumatlar dolaşır. Son vaxtlar isə biz Naxçıvan və Ermənistan klanına aid olduqları iddia olunan bəzi məmurların vurulduğunu, hətta öz şəxsi mülkiyyətləri hesab olunan əmlaklarının belə əllərindən alındığını müşahidə etdik. Onlardan isə ən kiçik ehtiras səsi belə ucalmır. Bu qeyri-adi vəziyyəti nə ilə izah edə bilərsiniz? Hakimiyyətdə olanlar arasında heç bir Ermənistanlı və Naxçıvanlı klanı yoxdur. Bu sadəcə olaraq müxalifətin, bəlkə də hakimiyyətin boşboğaz filosoflarının uydurduqları nağıldır. Əllərindən bir şey gəlməyən və nə etmək lazımdır bilməyənlər bu mücərrət ideyanı ortaya atıblar, xalqı bu vasitə ilə güya aktivləşdirmək istəyirlər. Onların fikrincə aktivləşmə iki istiqamətdə getməli və cəmiyyətə də buna uyğun mesajlar verilməlidir. Birinci mesaj bundan ibarətdir ki, xalq bizik, Naxçıvanlı və Ermənistanlı köklü olanlar digərləridir, hakim sinifə aiddir. Bizə dəstək verin, klan üzərində qələbə çalaq. İkinci mesaj, hər şey ələ gedir, fikrini öz tərəfdarlarına aşılamaq məqsədi daşıyır. Bunun üçün də müəyyən fikirlər ortaya atırlar. Güya təxminən eyni gücə malik olan bu iki klan arasında ölüm-dirim müharibəsi gedir, bir-birlərini qana qəltan edəcəklər, halları olmayacaq, bizə ancaq balaca bir hərəkət edib yerdə qalmış hakimiyyəti götürmək lazım gələcək. Yəni 1992-ci il 15 mayındakı hadisə yenidən təkrar olunacaq. Krılovun əlbir olub bir ay bir kişilə təmsilindəki proseslər gedir Azərbaycanda. Belə təqdim olunur. Bu filosofların nəzərinə çatdırmaq istəyirəm ki, belə bir şey ancaq təmsillərdə baş verə bilər. Sistemin özünü qoruyub saxlama mexanizmi korrupsiya və rüşvətin üzərində qurulub. Bu mexanizmin daxilində heç bir klanın ölüm-dirim mübarizəsi mümkün deyildir. İstənilən klanı bu mexanizm dəyirman buğdanı una çevirdiyi kimi una çevirər. Təmsil yaratmaqdansa mənə qulaq assınlar. Real protest mitingi təşkil etməyə cəhd etsinlər. Yoxsa gedib əsası olmayan ideyaları yaradıb, sonra onun arxasınca düşmək xeyir gətirməz. Nə Azərbaycan xalqına, nə onu təşkil edənlərə. Başa düşmək lazımdır ki, bu cür ideyalarla hakimiyyəti yalnız möhkəmlətmək mümkündür. Anti-regionçuluq adı altında aparılan separatçı təbliğat iqtidarın ictimai dəstək qazanması ilə nəticələnir.
Çünki Azərbaycan əhalisinin yarısından çoxunun kökü Naxçıvanlı və Ermənistanlıdır. Rusiya İranın bir hissəsini 200 il bundan əvvəl, daha doğrusu İrəvan və Naxçıvan xanlığından başqa hər yerini işğal edəndə əhalinin böyük əksəriyyəti Şirvan, Qarabağ və başqa zonalardan bu iki xanlığa qaçıblar. Faktiki bu iki xanlıqda yaşayan Azərbaycanlıların sayı yerdə qalan torpaqlarda yaşayanların sayına bərabər olub. Nəzərə alsaq ki, 20%-ə yaxının da kökü İran Azərbaycanlıların yaşadığı torpaqlardandır və son 120 ildə Bakıda məskunlaşan əhalinin kökünün 80%-i İran Azərbaycanındandır. Çünki o vaxt bu neft bumu ilə əlaqədar işçi qüvvəsi əsasən oradan gəlibdir. Hökumətdə iş başında olanlara da vəzifələr təqribən bu nöqteyi nəzərdən bu şəkildə də paylanıb bu prosentlərlə. Bu kiçik xalqı parçalamaq meyilli fəlsəfədən əl çəkin Allah xatirinə. Bu səhv ideyanın ağır nəticələrini sizin nəzərinizə çatdırmaq istəyirəm. Birincisi, hökumətin daxilində belə bir problemin olmadığı halda, əslində xalq arasında parçalanmaya səbəb olur bu fəlsəfə. İkincisi, hökumətin daxilindən kimlərinsə gizli də olsa, xalqın tərəfinə keçmək şansını puça çatdırır bu fəlsəfə. Onlar qorxudur və ya belə bir şeyin olmadığını sübut etməyə məcbur edir. Naxçıvanlı və Ermənistanlı kökləri olanların bu adamlara cavab verməsi, özlərini təmizə çıxarmağa daha çox repressiya məruz qaldıqlarını sübut etməyə cəhd etmələri isə tamamilə yanlış bir ideyadır. Yuxarıda qeyd etdiyim kimi, onlar doğrudan da həm hökumətdə, həm də repressiya olunanların arasında daha çoxdular. Bunun da səbəbini izah etdik. Sadəcə olaraq ona görə ki, fiziki say baxımından da çoxluq təşkil edirlər. Mənim seçkilərdə iştirak edəcəyim təqdirdə bu hansı klana söykənəcəyim fikrinə gəlincə açıq deyirəm. Şəxsən özümün həm Qarabağ, həm də Şəki-Zaqatala zonasında da rəqiblərimi udacağıma heç bir şübhəm yoxdur. Çünki tək o zonalar yox, başqa zonalarda da yaşayan nüfuzlu insanlarla 80-ci illərdən bəri birbaşa real kontaktlarım olubdur. Bir-birimizi biz yaxşı tanıyırıq. Rəsul müəllim, xarakterindən asılı olmayaraq bütün dövlətlərin tarixinə nəzər salanda, onların formalaşmasında ən başlıca amil kimi xüsusi mülkiyyət hüququnun rol oynadığını görürük. Bizdə isə mülkiyyətə hələ də feodal münasibət mövcuddur. Sizcə ölkənin demokratikləşməsində ən böyük əngəl elə bu deyilmi? Yəni siz hakimiyyətə gələcəyiniz təqdirdə bu münasibətləri necə tənzimləyəcəksiniz? Əgər sual verilsə ki, demokratik münasibətlər nədən başlayır? Heç bir tərəddüdsüz cavab mülkiyyət toxunulmamazlığından olmalıdır. İnsanlar arasında münasibətlər ibtidai icma quruluşundan mənim sözü ilə formalaşıb. Mənim yatdığım daşın altı, mənim oxum, mənim ov etdiyim sahə və s. İnsanların münasibətlərinin formalaşmasının rüşeymində mülkiyyət toxunulmamazlığı durur. Və buna görə də həmişə bu mülkiyyətə görə qan tökülür. Elə qan töküldüyünə görə də bu məsələ insanlar üçün ehtiyatlı davranmağa gətirib çıxardır. Və mülkiyyət toxunulmamazlığı müqəddəsləşib.
Qədim Misirdə və ya Roma imperiyası dövründə arvaddan, ailədən çox insanların mülkiyyəti toxunulmaz hesab edilib. Mülkiyyət toxunulmamazlığı olmadan demokratiyadan danışmağa dəyməz. Ola bilər bir çoxları bilmir. Yahudilərin başına gələn müsibətlər Roma imperiyası dövründən və Romalılar tərəfindən başlanılır. Yahudilər öz torpaqlarından didərgin salan Romalılardır. Müsəlmanlar yox. Yahudilər İrusəlimdən və onun ətrafından qovulub çıxarılanda hələ müsəlman dini yox idi. Müsəlmanlar bu hadisələrdən təqribən 600 il sonra meydana çıxıblar. Və onu da qeyd etmək lazım ki, müsəlmanlar yaranandan sonra Yahudilərin bir hissəsi geri qayıda biliblər. Dünyanın hər yerinə səpələnən Yahudilər ticarətlə məşğul olurdular. Və Avropada varlı adamlardan sayılırdılar, biri sayılırdılar. Təqribən 2-ci əsrdə Roma imperiyasının Sezarına qoşun toplamaq üçün pul lazım olanda onun köməkçiləri bu pulu zorla Yahudilərdən almaq lazımdır təşrifini verir. Sezar, sən nə danışırsan, necə zorla pul almaq olar? Deyir. Onda təşrif edirlər ki, gəlin onların mülklərini əlindən alaq, sonra özlərinə sataraq. Sezar, əgər biz belə bir addım atsaq, yaratmaq istədiyimiz demokratiyanı qəbrə qoyarıq, cavabını verir. Və onları dəvət edib dövlət qarantisi ilə borc götürür. 5 mil bundan öncə Fironlar başa düşürdü ki, mülkiyyət toxunulmazdır. İndi 21-ci əsrdə bizim 3-4 dil bilən universitet təhsillilərimiz bunu anlamır. Mülkiyyət toxunulmamazlığı belə deyək ki, Rusiyada 1905-ci ildən sonra formalaşmağa başlamışdı. Bolşevik inqilabı baş verdi. Bu yaramazlar mülkiyyət xalqındır. Yəni, heç kimindir ideologiyası ilə insanların mentalını 10.000 il geri atdılar. 1956-cı ildən sonra bir qədər mülkiyyət hüquqlarını bərpa etmək cəhdi göstərdilər. Ancaq yeni kommunistlər, Əliyev tipli, bağ evinə görə, əlavə balkona görə adamları repressiya etməyə başladılar. Mülkiyyətin kimlərinsə əlindən alınıb, kimlərəsə vermək modası həyatımıza gəldi. Sovet dağıldı, yenidən Əliyevlər gəldi və şüar dəyişdi. İndi mülkiyyət xalqındır şüarını, mülkiyyətin hamısı mənimdir. Haranısa özümə götürürəm, başqa yerlərdə kimə istəyirəm ona da verərəm. Prinsipi ilə əvəz edildi. İndi istənilən adamın mülkiyyəti istənilən vaxt əlindən alına bilər. Evindən küçəyə atıla bilər. Bilirsiniz ki, müstəqillik və azadlıq tamamilə fərqli anlayışlardır. Sovet dövründə biz ölkə kimi müstəqil deyildik. Ancaq bu günlə müqayisədə daha azad idik. Bizim mülkiyyətimiz toxunulmaz idi. Hər halda ümid var idi ki, Moskvada ədalət bərpa olunacaq. İndi müstəqil Azərbaycanda sənin mülkiyyətini istənilən vaxt əlindən də ala bilərlər, səni çölə də ata bilərlər. Gəlin qonşumuz İranı götürək. 30 il bundan öncə İran İslam inqilabında əhalinin varlı təbəqəsinin 4 milyona yaxın ölkəni tərk etdi. Avropa və ABŞ ölkələrinə qaçdılar. Bu müddət ərzində İran hökuməti o qaçanların heç birinin mülkiyyətini nə müsaade etdi, nə də bazarda çıxardıb satdı. 10 il bundan öncə isə hamısının mülkiyyətini müəyyən şərtlər çərçivəsində özlərinə qaytardı. Müqayisə edin. İran İslam Respublikası üçün qaçanlar qatı düşmənlər idi.
şah rejimində varlanmışdılar. Xameyni inqilabına və Xameyni ideologiyasına həm ölkə daxilində müqavimət göstərirdilər, həm də illərlə xaricdə bu rejimə qarşı amansız müxalifət yaradıblar. İndi də davam edir bu proses. Azərbaycanda mülkiyyəti əlindən alınanlar, Əliyevi hakimiyyətə gətirən cəmaatdır. Azərbaycanda bugün əgər kimsə torpağı və ya mülkü Əliyevlərdən və ya onların ətraflarından kimlərinsə xoşuna gəlsə, mülk sahibində bu mülkün ondan alınacağına heç bir şübhə yaranmayacaq. Onun şikayətinə kiminsə baxacağı barədə heç düşünməyəcək. Heç olmasa dəyər dəyməzinə bunu satmağa çalışacaq. Belə bir qanunlarla yaşayan ölkədə məgər inkişaf ola bilərmi? Heç vaxt. Bu sadə məsələ deyil. Mülkiyyətin toxunulmamazlığını tənzimləmək üçün azı bir neçə əsas qanun və bu qanunların tələblərindən irəli gələn onlarla kiçik qanunlar qəbul etmək lazım gələcək. Və bunların mahiyyətini izah edən yüzlərlə instruksiyalar olmalıdır. Sizə kiçik bir misal çəkim. Məsələn, avtomobil yolları dövlətində fərdi şəxslərin də mülkiyyəti ola bilər. Məsələn, fərdi şəxs yol üçün ayrılmış torpaqlardan başqa məqsədə istifadə edə bilməz. Qanun ilə onun mülkiyyət hüququ məhdudlaşdırılır. Və bu da normal bir şeydir. Yəni, bəli, bunu almışsan, ancaq yol çəkə bilərsən burada. Və ya kənd təsərrüfatı üçün ayrılmış torpaqlar mülkiyyətçi tərəfindən satıla bilər. Ancaq yeni mülkiyyətçi o torpaqlardan ancaq kənd təsərrüfatı üçün istifadə edə bilər. Bu da normal bir formadır. Bu da qanunla tənzimlənir. Bu tip əlaqələrin sivil yolla tənzimlənməsi üçün qanunlar və ona əməl etmə mexanizmləri olmalıdır. Ancaq hökumətin ümumiyyətlə kiminsə ona verilmiş və ya verilməmiş səlahiyyətlərindən istifadə edib zorla mülkiyyətə qəsb etməsinin əleyhinə güclü cəzalandırılan qanunlar da olmalıdır. Bu tip insanlar tutduğu vəzifədən asılı olmayaraq cinayətə cəlb edilməlidir. Tutduğu vəzifədən azad edilməlidir. Cinayətin ağırlığından asılı olaraq həbs edilməlidir. Bu məsələdə hökumətin başında duranın qətiyyətli pozisiyası, prinsipial mövqeyi olmalıdır. Hökumət məsələn kimlərinsə mülkiyyətini söküb oradan yol çəkə bilər. Onun üçün hökumət əvvəlcədən bilməlidir ki, bu mülkiyyət sahibləri çox ehtimal mülkiyyətin qiymətini azı 30% bazar qiymətindən baha satacaqlar. Bunu proyektlərinin maya dəyərində nəzərə tutmalıdırlar. Hökumət bilməlidir ki, mülkiyyətçilərdən kimsə ola bilər o dəqiqə evindən çıxmasın. Əvvəl özünə ev tiksin, şərait yaratsın, sonra bu işi görsün. Bunları da nəzərə alıb hökumət gözləməlidir, zor işlətməməlidir. Hökumət onu da bilməlidir ki, ola bilər kimsə ümumiyyətlə mülkiyyətini satmasın. Deməli, məhkəməyə müraciət edə bilər, etsin. Ola bilər məhkəmə prosesi illərlə uzansın. Yəni, bir adam həmin proyekti illərlə uzada bilər. Hökumət bunu anlamalı və zor tətbiq etməməlidir. Ümumiyyətlə, istənilən məsələdə zor tətbiq etmək olmaz.
kiminsə gəlib hökumətin və ya başqasının torpağında ev tikilməsinə necə qətiyyətli reaksiya verilirsə, insanların mülkiyyətinin toxunulmamazlığı da həmin qətiyyətlə qanunlara nəzarət edən orqanlar tərəfindən qorunmalıdır. Tərəfsiz məhkəmələrin qərarı olmadan heç bir mülkiyyət heç kim tərəfindən dağıdıla bilməz və əlindən alınır. Rəsul müəllim, Azərbaycanda sizin artıq keçmiş olduğunuzu, hakimiyyətə gəlmə iddianızın mənbəyinin olmadığını qeyd edirlər. Başqa sözlə, bugün həm hökumətdə, həm də müxalifətdə sizi ciddi rəqib saymamaq iddiasında olanlar var. Necə baxırsınız bu məsələyə?